Səhər saatlarında paytaxtın Nəsimi rayonu Rəşid Beypto küçəsindəki binalardan birində yanğın baş verib. Yanğın çoxmərtəbəli binanın şaxtasında qeydə alınıb və əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi texnikası cəlb olunub və təhlükəsizlik səbəbilə binadakı sakinlər təxliyə olunub. Hanım, kimsə var orada sizdə? 6 aylıq uşaqdır, balaca balkonda qalıb, oğlum gəldi. Kimdir? Oğlum. Təkdir mənzildə? Yox, yoldaşıdır, uşağıdır, prosto 6 aylıq uşaqdır. Kimsə var sizin yaxınlarınızdan içəridə? Hə, var. Kim var içəridə? Oğlum. Danışmısınız, onlar hər şey qaydasında? Danışıram, qaydasındadır, şükür Allaha. Çoxmərtəbəli yaşayış binasının zirzəmisindən 22-ci mərtəbəsinə kimi şaxta boyu elektrik naqilləri yanmışdır. Yanğın söndürülməsi zamanı ümumi binanın 44 nəfər sakini, 12-si azyaşlı olmaqla təxliyə olunmuşdur. Hadisə zamanı 4 nəfər təcili tibbi yardıma, zəhərlənmə barəsində müraciət edib. Yanğın baş vermə səbəbi hal-hazırda araşdırılır, aidiyyəti üzrə məlumat veriləcək.